Hamınızı xoş gördük. Yenə Brain Ringdə görüşürük ictimai televiziyada. İndi burada baxıb yaşaya biləcəyiniz həyecanı başqa yerdə axtarmayın. Çünki burada doğrudan da çox həyecanlı, ehtiraslı oyunlar və qarşıdurmalar baş verir. 10 ildən çoxdur belədir və bütün bu illər ərzində bilirsiniz ki, dəstəkçilərimiz Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir və oyunlarımız bu dəfə də Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall-dan yayımdadır. Bizə yaratdıqları rahat şəraitə görə buranın bütün əməkdaşlarına minnətdaram. Verilişimizin baş sponsoru isə bu mövsümdə də NAR-dır. Bugün müstəqil hakimimiz ədalətin keşiyində baş sponsorumuz olan NAR-ın ictimai əlaqələr üzrə meneceri Anar Məsimovdur. Anar müəllim, xoş gördük yenidən. DJ pultu arxasında DJ Maksim görünür yenə. Əla mahnılar deməkdir bu. Flash qrupunu salamlayaq. Flash qrupu gözəl rəqsləri ilə komandalarımızı dəstəkləyəcək və xatırladıram ki, biz NAR Kuboku uğrunda bu mövsüm yarışırıq. NAR Kubokunun sahibi mart, aprel, may və iyun aylarının çempionlarının bir araya gələcəyi oyunda məlum olacaq. Dəyişməyən baş sponsorumuz NAR Kubokunun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Fürsətdən istifadə edib mən mart ayının çempionu Göyçayın NAR Plus komandasını salamlayıram. Aprelin ilk finalçısı NAR oldu. Və bugün onlara rəqib çıxacaq. Aprelin finalında oynamaq istəyən komandalar var. Bu arada gəlin aprelin ikinci finalçısını da Norm Sementi də salamlayaq. İndi isə onlara rəqib axtaraq. Diqqət! Beləliklə, bugün ringə çıxmaq istəyənlər arasında Azərbaycan Texniki Universiteti, Mingəçevir, Sabirabad, Lənkəran komandası söz verirəm oynayacaq. Bakı oynamaq istəyir. Amma Naxçıvan da, Naxçıvan komandasını qırmızı masaya dəvət edirəm. Emil Şəfizadə, Kazım Süleymanov, Nurlan Əhmədov, Mahmud Hüseynov, Asiman Cabbarov və komandanın kaptanı Çingiz Ağayev dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Kim Naxçıvana qarşı oynamaq istəyir? Şirvan, bəlkə Göranboy, Gənclər paytaxtı, bəlkə Şəki, bəlkə Azərbaycan Dövlət Aqrar Universiteti ola bilər oynadıq. Sumqayıt, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qazax Milli Aviasiya Akademiyası yenə həyəcanlı görünür. Amma mən istəyirəm ki, siz Lənkərana qarşı oynayasınız. Lənkəran komandasını yaşıl masaya dəvət edirəm. Vüqar Babazadə, Səbinə Kərimli, Eldar Həsənli, Dilarə Rəfi, Məhəmməd Əlizadə və Ağasəf Məhrəmov öz yerlərini alırlar. Xatırladıram ki, komandaları 5 xala qədər seçim döyüşü gözləyir. Birinci döyüşümüzə başlayırıq. Hesab 0-0 və 1 xal oynanılır. 20 sentyabrda keçirilən bir futbol matçında çoxlu sayda sarı vərəqə göstərilmişdi. Şərhçi bu vərəqələri nə ilə müqayisə etmişdi? Vaxt. Naxçıvan deyəsən bilir. Aha, Emil Şəfizadə cavab vermək istəyir bu suala. Emil, eşidirəm sizi. Fatih, düşünək ki, bu payızdır, bəlkə ağaçdan tökən sarı yarpaqlara. Eynən elə, 1-0. 1-0. Emil, mənə elə gəlir ki, bu, necə deyərlər, metaforalara bu qədər həssas olmağınız sizdən də yaxşı bir futbol şərhçisi edərdi. Nə vaxtsa bunu fikirləşmişsiniz ümumiyyətlə? Futbol oynamağı daha çox sevirəm. Bəs nə işlə məşğul olursunuz? Mən hələ ki tələbəyəm Tibb Universitetində. Tibb Universitetində oxuyursunuz. Elə bir fəaliyyət, bəlkə elə bir iş varmı ki, indi artıq tələbə olandan sonra deyək ki, heyif edirsiniz ki, bəlkə də bu işlə məşğul ola bilərdim. Varmı belə bir sahə? Bəlkə də ədəbiyyatçı olmaq istəyərdim. Nəsə yazırsınız deməli. Özünüz ələ başlamamısınız. Amma oxumaq bəzən yazmaqdan daha vacibdir. Çox sağ olun ki, bugün bizimləsiz. Naxçıvan komandası Lənkərana qarşı döyüş onların üstünlüyü ilə başlayır. Azərbaycan xalq rəqslərindən bəhs edilən bir kitabın məişət məclislərində rəqsin önəmli yer tutmasından danışılan hissəsində Əzim Əzimzadənin 2 rəsminə də rast gələ bilərik. Vaxt. Görək. Salam Fatih, bu suala Rəsul Rzayev cavab verəcək. Varlı evinə toy, kasıb evinə toy. Bəli, onlardan söhbət gedirdi sualda. 1-1. 1-1. Növbəti sual. Dostunun bunu etdiyini görən Scott Fisher hər turistin belə suvenir aparacağı halda tezliklə Everestdən heç nə qalmayacağını zarafata salır. Dostu nə etmişdi ki? Vaxt. Buyurun, Naxçıvan komandası. İndi
Kazım Süleymanov cavab verməyə çalışacaq. Kazım eşidirəm, sizi ilk saniyədə səhv etməyin. Salam Fatih. Məncə bu daş götürübdü. Everestdən. Hər kəs bir daş götürüb Everestdən. Belə geçsə dağdan işdə qalmaz. 2-1. Düz təxmin etdiniz. Düz təxmin etdiniz. Yenə bir sual. Əfsuslar olsun, Lənkəran masasında faiz start oldu. Çünki qonqa artıq mənim dirəyim dəymişdi. Düymə sıxan masadan qalxmalı olur. Komanda 5 nəfər oyuncu ilə qalır. Amma görürəm ki, düyməni əlinə kapitan alır. Növbəti 20 saniyə. Ancaq Naxçıvan üçün. Hesablamalara görə bir neçə il sonra Elon Musk, Hindistanlı milyarder Gautamo Adani, Nvidia şirkətinin icraçı direktoru Jensen Huang və İndoneziyalı magnat Prajogo Pangestu hansı ilklə tarixə düşməyə real namizədlərdir? Vaxt. Hamısı trilyoner olmaq bence. Trilyoner ola bilərlər. Trilyoner ola bilərlər. Yaxşı, Marsa getmək hamı o şey deyil axı. Tamam, başqa bir şey, onun saniyəsi var, amma yəni... Amma hamısı... Naxçıvan komandası, buyurun. Burada hər biri milyonerlərdir, yəqin ki, bəlkə milyarderlərdir. Bəlkə bunlar ilk trilyonerlər olacaqlar. Eynən elə, 3-1. Bəli, onların trilyoner olma ehtimalından, tarixdə ilk trilyonerlər olma ehtimalından söhbət gedir. Növbəti sualı, yenə bir xal. Memphis şəhərində yerləşən Dyer's Burgers adlı bir restoranda artıq bir əsrdən çoxdur ki, burgerlər üçün kotletlər eyni yağda qızardılır. Bu restoranda daha nəyin yaşı, yüzü keçib? Vaxt. Mevzusda nə var? Nə var Mevzusda? Çörəyin yanına əti. Həmişə eynindən nə? Yenə Naxçıvan cavab verməyə cəhd edir. Özüm izah eləməyə çalışacağım. Hər halda eyni yağda qızarırsa, yəni bu yağ dayanmadan hər zaman qaynar vəziyyətdə olmalı ki, xəstəlik zad bulanmasın. Bəlkə o yağı qızardan aparatın yaz şeylə 100 ili keçib. Elə deyil. Lənkəran düşünür. Şəhərin Adı dəyişməyə bilər. Dayer. Soyadı nə dəyişməyə bilər. Memphis Grizzlies. Aşmağı soyadı dəyişməyə bilər. Nə bilim. Soundtracklərə gələcək. Buyurun, Lənkəran komandası. Zəhmət olmasa Dilara üçün təkrarlayardınız. Memphis şəhərində yerləşən Dyer's Burgers adlı restoranda artıq bir əsrdən çoxdur ki, burgerlər üçün kotletlər eyni yağda qızardılır. Bu restoranda daha nəyin yaşı, yüzü keçib? Biz bilirik ki, Memphis cazla məşhurdur. Bəlkə buna görə restoranda səsləndirilən soundtrack. Yox, siz axı Azərbaycanın ən dadlı xörəklərinin bişirildiyi yerdəsiniz və siz bilirsiniz ki, bəzən illərdir istifadə olunan, yuyulmayan tavada yemək daha dadlı olur. Bu sözü gedən yerdə kotletlərin qızardıldığı tava da yağ kimi dəyişmir. Növbəti sualın dəyəri 2 xala qalxır. 2009-cu ildə çəkilmiş 60 yaşında cavan sənədli filmi hansı şəhərimizə həsr olunub? Vaxt. Lənkəran hesabı bərabərləşdirə bilər. Eldar özü cavab verəcək. Eldar səhv eləməyin. Mən özümdə həmin şəhərlərimi deyirəm, səhv eləmirəm. Sumqayıt şəhəri. Düppələmdir! Əhsən! 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 Və Sumqayıt komandasına da bir reverans. Bir dəqiqə bir şeyə diqqətlə baxa bilərəmmi? Mən elə bildim bu Sumqayıtın nişanı olacaq. Bu sən demə Beşiktaşın nişanıdır və siz Beşiktaşın azarkeşsiniz. Yaxşı. Nişanı gördüm, amma o nişan deyil. Növbəti sual. İndi hesabda irəli çıxmaq üçün cəhd etmək lazımdır. Sual da belədir. 2006-2012-ci illərdə Çində çox məşhur bir televiziya verilişi olub. Yəni, format buydu ki, müxtəlif şəxslərdən intervyu alınırdı. Bu müsahibələr nədən bir neçə saat öncə alınırdı? Vaxt. Yarı şey 100 nəfər. Bəlkə 2 uşağı olan, 2-ci uşağı doğulan yenə bir 2006-2012. Var, edam var, amma elə bir şey olar mı? göstərməzləri həssas seçir. Edam olunmağı göstərmir. Edamdan bu. Buyurun. Çingiz, buyurun. Bunu belə izah eləməyə çalışaq. Çində edam hökmü var idi. Bəlkə də bu
edamdan bir neçə saat öncə son fikirlərini alırmışlar adamların. Siz belə verilişə baxardınız. Maraqlı gələrdi. Mən biraz elə 4-3. Tamamilə doğru cavab. Bir dəqiqə. Elə verilişə baxardınızsa, məndə elə təəssürat yaranır ki, baxdığınız verilişlər də maraqlı verilişlər olmalıdır. Nəyə baxırsınız? Misal üçün, YouTube-da daim izlədiyiniz podkastlar, verilişlər, sənədli hansısa dokumentalistik, belə deyək, filmlər varmı? daha çox sənədli filmlərə baxıram və qarışıq mövzularda. Adətən texnologiya və mexanikalarla əlaqəli, amma yəni bir qaranlıq tərəfim var da. Elə şeylərə də baxmağı xoşlayıram ümumiyyətlə. Sizin Google Chrome-un necə deyirlər bir o tarixçəsi olur ha baxdıqlarınız. Yox, olmur. Məndə daim gizli seçmədədir. Gör nələrə baxır ki, onları tez silir. Növbəti sual. İtaliya hökuməti illərdir ki, Siciliya adasına körpü tikməyə qarşıdır. Burada təbii risklər, yəni zəlzələ, güclü dalğalar da rol oynasa da, bundan başqa hökumət onların işini asanlaşdırmamaq istəyir. Kimlərin? Vaxt. Lənkəran komandası buyurun. Rəsul desin. Gözlənilmədən çox gərgin döyüş alınır. Hesabı indi bərabərləşdirməyə cəhdi var. İmigrantlar. İmigrantlardan danışılmır. Yox, yox. Naxçıvan düşünür. Siz masadan qalxırsınız. Siciliyada mafiyadan sonra asanlaşdırmaq bizə qaçaqçılar ola bilər. Yəni İtaliyanın içidir də, ikisi deyil. Siciliyada özüm deyim, sən deyirsən. Çingiz. Nurlan cavab verməyə çalışacaq bu suala, amma zəhmət olmasa onun üçün təkrarlayardınız. İtaliya hökuməti illərdir ki, Siciliya adasına körpü tikməyə qarşıdır. Burada təbii risklər, yəni zəlzələ, güclü dalğalar da rol oynasa da, bundan başqa hökumət onların işini asanlaşdırmaq istəmir. Kimlərin? Onlar deyəndə yəqin ki, Siciliya mafiyası nəzərdə tutulur. Onların koordinasiya və ya belə deyək də logistika məsələlərinin qarşısını almaq üçün. Siciliya mafiyası həqiqətən də sözü gedən adanın ən qorxulu təhlükəsi hesab olunur. Hətta buna görə orada immigrantlar belə, yəni İtaliyaya köçən adam ən sonuncu növbədə Siciliyada yaşamaq istəyər. Çünki daimi yaşayış üçün ən təhlükəsiz yer hesab olunmur. Və o cümlədən də İtaliyanın özündə də Siciliya adasından mafiyanın belə köçünü istəmirlər. Düz cavab verdiniz. 5-3. 5-3 Naxçıvan komandasının bu döyüşdəki üstünlüyü onlara iki final döyüşünə qalmaq fürsəti verir. Deməli, onlar da tribunalara qayıdır. Lənkərana böyük təşəkkürlər. Amma bugün burada onlar oynayası olmadılar. Bəs kim oynamaq istəyir? Azərbaycan Turizm və Menecment Universiteti, UFAZ Universiteti, ADNSU, Ağcabədi, Qazax Milli Aviasiya Akademiyası. Bəs niyə Şirvanlı oynamayaq? Bu mövsümdə ilk dəfə gəlin, yaşıl masa arxasına dəvət edirəm sizi. Qarşılayın. Günel Günəşli, Yeganə Məmmədova, Aysun Əhmədova, Reyhan Qafarova, Səbinə Günəşli və komanda kapitanı Samir Məmmədov dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Həmçinin Sabirabad oynamaq istəyir, UNEC oynamaq istəyir. Dillər Universiteti həmişəki kimi ən əzmkar şəkildə. Bakı Dövlət Universiteti, yenidən Bakı, Xankəndi Qarabağ Universitetinin komandası oynamaq istəyir. Gəncəbəli oynamaq istəyir, düzdür oturduğu yerdə, onda elə oturduğunuz yerdə qalırsınız. Azərbaycan Dövlət Aqrar Universiteti isə qırmızı masaya dəvət olunur. Gəncədən başqa bir komanda. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri Elbəyi Cahangirov, Yusif Bayramov, Elvin Məmmədli, Ramil Hüseynli, Turxan Nəbiyev, Seymur Əsədzadə yerlərini alırlar. Bu komandanın qələbəsi onlara Naxçıvana qarşı iki final döyüşü keçirmək imkanı verəcək. Aprel ayının finalçısı olmaq üçün hər iki komandanın real şansı var. Hələ ki hesab 0-0'dır və ilk sualım bu sualı bir xallıq dəyişə bilər. Bildiyiniz kimi Elon Musk kosmik sənaye ilə bağlı bir sıra işlərlə yadda qalıb. Bəs deyə bilərsinizmi Elon Musk'ın keçən il açdığı restoran nəyin formasındaydı? Vaxt. Buyurun, eşidirəm sizi. Azərbaycan Dövlət Aqrar Universiteti. Elbəyi Cahangirov. Mars formasındaydı. Mars formasındaydı. Elə deyil. Masadan qalxmalı olursunuz. Şirvan düşünür. Kosmik stansiya kimi idi. Raket forması. Bəlkə səsin ismi deyil, peyk formasında. Peyk, neysə formasında olur. Raket formasında. Raket ola bilər. Sonra başqa nə ola bilər? Benim kosmik stansiya PKS-in forması biraz çətindir də. Elə bir restoran vardı, görürüz, amma bilməm Elon Musk'ın ya yox. Buyurun, Şirvan komandası. Mənim üçün zəhmət olmasa təkrar edin. Elon Musk kosmik sənaye ilə bağlı bir sıra işlərlə yadda qalıb və o cümlədən keçən il açdığı restoran da spesifik bir formaya sahib idi. Nə formasındaydı?
Gəlin düşünək ki, raket forma, kosmik raket formasındaydı bu və ya kosmik gəmi. Yox, o uçan boşqaba oxşadılmışdı. Bu versiyada yəqin ki masada var idi, amma heç kim inanmadı. Növbəti sual 2 xal dəyərində. 2021-ci ildə Cənubi Koreyada Kim Gil-yong adlı bir qadın telefon nömrəsinə qısa müddətdə 4000-dən çox nömrədən zəng gəlməsi ilə bağlı şikayət etmişdi. Zəng edənlər oyuna qoşulmaq istədiklərini deyirdilər. Onun telefon nömrəsi harda istifadə olunmuşdu? Vaxt. Şirvan komandası daha tezdir. Aysun Əhmədova. Eşidirəm sizi Aysun. Squid Game serialında. Squid Game serialında. Özünüz oynamaq istəyərdiniz orada? Xeyr. Doğru cavabdır. 2-0. Və üstünlük. Samir, Əhsən, Aysunun versiyası vaxtında sizə lazım oldu. 2 xal qazandırdı hesabda üstünlük. Bəs sizin səsinizə nə olub? Mənim məşhur həmişəki variant faringit yenə də özünü göstərir və səsim batır. Siz də bütün həftəni maşallah səsiniz gür gəlir. Gəlib bizə çatanda... Bəli, tərslikdən təqribi bir həftə əvvəl mənim səsim bu hala qaldı. Yaxşı ki, keçən həftə sizinlə oynamadıq. Çünki keçən həftə biz sizin adi səsinizi eşidəcəyiz. Belə isə daha maraqlıdır. Rəqibi də bəlkə qorxudur bu səs. Növbəti sual. 19-cu əsrdə Amerikada John adı o qədər populyar idi ki, hətta 46 körpəyə də John adı verilmişdi. Həmin 46 körpənin o digərlərindən fərqi nədə idi? Vaxt. Azərbaycan Dövlət Aqrar Universiteti, buyurun. Ramil Hüseynli cavab verəcək. Salam Fatih. Ola bilsin ki, həmin uşaqlar qız idi. Qız uşaqları idi, bəli. 2-1 hesab arasında fərq azaldı. Seymur, bilmirəm, Samir'in səsindən qorxub belə eləyirsiniz, yoxsa nədir? Pıçıltı ilə danışırsınız öz aranızda. Siz də səsinizi itirməkdən qorxursunuz, yoxsa nədir? Yox, ümumiyyətlə sakit danışıram mən həmişə. Çalışaraq biraz yüksəkdən müzakirə edir. Mən müzakirələrinizi eşitmək üçün bunu demirəm. Mən sadəcə başa düşmək istəyirəm ki, komanda yoldaşlarınız sizi eşidir, yoxsa yox. İndi başa düşürəm ki, Turxan bəlkə də eşidir, amma qalanları sizdən uzaq əyləşib baxır. Onlar da yəqin dodağımı oxuyurlar. Əziz tamaşaçılar, əgər siz dodaqdan oxuya bilirsinizsə, fikriniz Seymurda olsun, nəsə deyir və hər iki hesabda fərqi azalda bilir. 2-1 növbəti sual. Dünyanın ən varlı şəxslərindən olan Bill Gates'in ofisində periodik cədvələ həsr edilmiş xüsusi bir güşə var və bu güşənin normal periodik cədvəllərdən fərqlənən xüsusiyyəti var. Nədədir? Onu mənə deyin. Vaxt. Bəlkə əlifbəsi razılardır. Nə, o qədər gecədir, kəşf olunduğu tarixə görə Yuxarıdan aşağı. Bill Gates saytında bunun sənəti ilə Sərvətinin rəqəmlərindən Buyurun. Seymur. Yusif Bayramov çalışacaq. Biz fikirləşirik ki, ola bilsin əlifba sırası ilə düzülmüşdür. Yəni normal periodik sırada yox, əlifba sırasıyla. Niyə onda Bill Gates'in otağında sualını özünüzə vermədiniz? Şirvan düşünsün, qalan 7 saniyəni. Özünü də yerləşdirib ora. Fosfor adı da var. Sizin versiya nədir? Yenə Aysunun maraqlı versiyası var, səsləndirsin. Həmin həm elementin addan yazılmışdı, həm də həmin o aşağı bir bölmə qoymuşdu ki, özü məsələn fosfor adı yazılıb, fosforu da yerləşdirib ora. Tamamilə doğrudur. Hər bir elementin əsli mövcuddur. Şirvan komandası hesabda üstünlüyü davam etdirir. 3-1 hesab arasında fərq böyüdü və yeri gəlmişkən Aysun, əgər nə vaxtsa siz bu Bill Gates'in ofisində yəqin ki, nə siz olacaqsınız, nə də mən. Amma bu cür bir tablo görmək istəsəz, dünyanın istənilən yerində az qala hər bir elm muzeyində adətən periodik cədvəli bu cür nümayiş etdirməyə çalışırlar. Çünki bu bir muzey eksponatı kimi də çox gözəl mənzərə yaradır. Düzdür, deyirlər, çox yaxınlaşmayın, çünki orada radioaktiv elementlər də var. Yaxşı olar ki, onlardan uzaq durasınız. 3-1 növbəti sual. Tarix elmləri doktoru, professor, 2-ci Dünya müharibəsində şücaətləri ilə fərqlənmiş Məzahir Abbasov Cəsarətin qanadlarında adlı kitabı kimlərə həsr etmişdi? Vaxt. Yenə Şirvan, buyurun. Özüm risk eləyəcəm təyyarəçilərə. İndi riskin yeridirmi ilk saniyədə? Versiya var, məncə dəyər.
4-1 ve bu doğru versiyadır. Ama səhv olsaydı komanda kapitansız oyunu devam etdirəcəkdi. En çok Flash grubunu görürəm, sevinir. Ona göre ki elə bir Şirvan komandasında biraz daha çok azarkeşliği eləyirsiniz. Bilmem elədir yoksa yok. Yeri gelmiş ama oyunun bu məqamında, oyunun bu gedişatında hesabın da 4-1 Şirvanın xeyrinə olduğu məqamda mənə maraqlıdır. Flash grubu doğrudan kimə azarkeşliği edir? Şirvan yoksa Adao? Şirvan. Bəs siz? İkisi de. İkisi de. Bir balaca elə bir sizə daha çox azarkeşlik edirlər. Əlbəttə qalib gələn komandaya azarkeşlik etmək də daha rahatdır. Növbəti sual. Ümid edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə azarkeşləri öz tərəfinə çəkməyə kömək edəcək. Hanı azarkeşlərin səsi? Ama Seymur, bunun başka sebebi de olabilir. Çünkü olabilir ki Flash grubu hanımlar olan komandaya azarkeşlik etmeyi daha çok üstünlüğü verir. Siz de komandanızın növbəti mövsümlərdə veya belki növbəti oyunlarda yeni üzvləriyle yəqin ki onları sevindirərsiniz. Səməd Vurğunun bir şeiri var, İgid Şahin adlanır. O şeiri hansı həm yerlimizə əsr edib sizcə? Vaxt. Buyurun. Kim cevap verir? Yusif Bayramov. Yusif, eşidirəm sizi. Leyla Seyid Mamadov. Xeyr, o deyil. Masadan qalxmalı olursunuz. Şirvan düşünür. Fərrux ağa Qayıbov Qazaxlıdır. Yox. Dəqiq. Risk eləmək olar. Risk eləmək olar. Kimsə uçan Şahin. Necə oldu? O şairdir, Məzahir adı. Yaxşı, Fərrux Ağay. Başqa təyyarəçi Leyla Məmmədbəyova vur. Yox. Samir. Mənim üçün zəhmət olmasa təkrar edeyim, versiya biraz çoxdur. Səməd Vurğunun İgid Şahin adlı şeiri hansı həm yerlimizə həsr edilib? İgid Şahin. Gəlin fərz eləyək ki, səvəmsə Fərrux ağa Qayıbov Qazaxlıdır. Gəlin fərz eləyək ki, Fərrux ağa Qayıbova həsr eləyib. Tək siz belə fərz eləmirsiniz. Gördüyünüz kimi bəzi komandalarda alqış səsləndirdilər. Bircə Qazax komandasından başqa. Çünki onlar bilirlər ki, hər şey başqa cür olub. Onlar daha diqqətlə dinləyir və sizin bu sualda ilk saniyədə düyməni sıxıb dərhal yenə Məzahir Abbasovun, bayaq sualda xatırlanan Məzahir Abbasovun adını çəkəcəyinizi düşünürlər. Növbəti sualın dəyərini qaldırdınız. 2 xal indi rəqibiniz sizə daha tez çatacaq. Orta əsrlərdə İstanbulda yaşamış Mehmet Agah bəy qarşılıqsız eşqə düşmüşdü. Nə edəcəyini bilmədiyi üçün o 100-dən çox bunun şəklini çəkərək kənarlarına müxtəlif fikirlər yazmışdı. Nəyin? Vaxt. Azərbaycan Dövlət Aqrar Universiteti. Özüm cavab verəcəm. Ola bilsin Qız Kulesi də, Qız Qalası. Qız Qalasını. Komanda kapitansız oynamaya devam edəcək. Bu səhv cavabıydı. Şirvan düşünür. Eşqə düşüb, sən sualında sənsin təkrar adam. Eşqə düşüb, nəyin şəklini çəkir və kənara nəsə yazır. Qarşılıqsız eşqdir. Türk deyil, Türkiyə deyil. Sən vaxta Buyurun Samir. Günel Günəşli üçün təkrar edin zəhmət olmasa. Orta əsrlərdə İstanbulda yaşamış Mehmet Agah bəy qarşılıqsız eşqə düşmüşdü. Nə edəcəyini bilmədiyi üçün o 100-dən çox nəyin şəklini çəkərək kənarlarına müxtəlif fikirlər yazmışdı. Olsun lalələrin. Mehmet Agah bəy rəsm müəllimi idi. Uğursuz eşqə düşən bu şəxs qızın onu sevib sevməyəcəyini bilmək üçün özünə yüzlərlə qəhvə falı baxmış və hər dəfə fincanda yaranan müxtəlif təsvirləri çəkərək kənarına öz yozumlarını yazmışdı. Yəni bu çiçəkdən yox, qəhvə falı haqqında bir sual idi. Şirvan komandası rəqiblərə fürsət verib ki, hesabı bərabərləşdirsinlər. Kapitan çox gərgin döyüşə atılmışdı. Onu da itirdi komanda. İndi 3 oyunçuyla görəsən bu 3 xalı qazana biləcəklərmi? Rəvayət edilir ki, 18-ci əsrdə Usta Hacı Bəkir həmin dövrün dişsizlikdən əziyyət çəkən sultanı üçün rahat yeyə biləcəyi xırda tikələrdən ibarət şirniyyat hazırlayır. Həmin şirniyyatı biz hansı adla tanıyırıq? Vaxt. Qırmızı masada İşıq yanıb, kim cavab verir? Elvin Məmmədli. Buyursun, Elvin, eşidirəm sizi. Bəlkə lokum. Tamamilə doğrudur, 4-4. Rahat lokum, ona görə deyirlər. Hesab bərabərləşdi. Azərbaycan Dövlət Aqrar Universiteti hesabı bərabərləşdirib daha bir suala cavab versə döyüşdən qalib çıxır və Naxçıvan komandasına 2 final döyüşü. Yoxsa bunu Şirvan edəcək.
Mən bir şey başa düşdüm ki, Flash qrupu kimə azarkeşlik etsin, yekunda daha güclü qalib gəlir. Amma yenə də azarkeşliyinizə görə böyük təşəkkürlər. Müasir karikaturda fərqli əllərdə tutulmuş fərqli predmetlər təsvir olunub. Bunlar smartfon, televizor pultu, alkoqollu içki butulkası və kompüter mausudur. Daha hansı bir əşyada bu karikaturlarda 4 dəfə təsvir olunub? Vaxt. Nələrdə? Asılı xan bağlı nə ola bilər? Sigaret bəlkə. Daha sağlam, daha Niyə təsvir olunsun ki, şeydə? 4 dəfə eyni məğzi verir, yəni. Azərbaycan Dövlət Aqrar Universiteti düyməni sıxıb, buyurun. Turxan Nəbiyə cavab verir. Turxan eşidirəm. Sigaret var. O deyil, yox. Şirvan komandası düşünür. Samir. Yeganə üçün zəhmət olmasa təkrar edin. Bir karikaturdur. Fərqli əllərdə tutulmuş fərqli predmetlər. Bunlar smartfondur, televizor pultudur, kompüter mausudur və bir də alkoqollu içki butulkasıdır. Daha hansı bir əşyada 4 dəfə təsvir olunub? Olsun enerji içkisi. Yox, yox. Bu müasir insanların bağlılığı olan əşyalardan söhbət gedirdi. Alkoqolə bağlılıq, smartfona bağlılıq və bu bağlılığı ifadə etmək üçün bir bədii təsvir kimi qandallardan istifadə olunub. Yəni adam bu cür bu mesajı çatdırmaq istəyib. Növbəti sual 2 xal dəyərinə qalxdı. Atalar sözümüzə görə ağıllı qadın kəmalına güvənər. Ağılsız arvad nəyə güvənər? Vaxt. Azərbaycan Dövlət Aqrar Universiteti, buyurun, kim cavab verir? Elvin Məmmədli. Eşidirəm sizi. Bəlkə gözəlliyinə. Yox, yanılırsınız. Şirvan düşünür. Ağıllı qadın nəyə güvənir? Camalına, camalına. Niyə camalına? Gözəllikdir daxı. Camalına. O gözəllik çünki iç gözəlliyi də ola bilər. Yaxşı. Buyurun, Samir, ağıllı qadın... Aysun üçün zəhmət olmasa Aysun cavab verir. Ağıllı qadın kəmalına güvənər. Ağılsız arvad nəyə? Camalına. Tamamilə doğru cavabdır. 6-4. Atalar sözünü birə-birdiniz. Şirvan komandası gördüyünüz kimi... Buyurun, buyurun. Deyirəm, yəni Camal sözü də zaten ərəb dilindən gözəllik deməkdir. Biz ərəbcə oynuyoruz ki, biz Azərbaycan atalar Azərbaycan dilində gözəllik sözü elə Camal deməkdir. Yenə də deyirəm, biz konkret atalar sözü qafiyəli olmalıdırsa sizinlə razıyam, amma yəni məna eynidir. Yox, qafiyəli olmalıdır deyil. Mən konkret atalar sözünə istinad edirəm deyə sizin cavabınızı qəbul edirəm. Və bu sualın gözəlliyini komandanız tuta bilmədisə, məni bağışlayın. Amma mənə elə gəlir Şirvan komandası masa arxasında haqlı olaraq qalıb. İlk saniyədə düşünüb cavab vermək lazımdır. Nə gəldi? Yox. Şirvan komandası masa arxasında və mən Naxçıvanı qırmızı masa arxasına dəvət edirəm. Emil Şəfizadə, Kazım Süleymanov, Nurlan Əhmədov, Mahmud Hüseynov, Asiman Cabbarova və komandanın kapitanı Çingiz Ağayev. Mən indi sizdən Şirvan komandası üçün alqışlar istəyəcəm və soruşmaq istəyirəm, sizcə onlar haqlı olaraq buradadılar, yoxsa yox? Alqışlarınız bunu ifadə edəcək. Məncə də elədir. Ona görə də tamaşaçılarımıza nəfəs dərmək üçün bu gərgin ikinci hissəsində, verilişimizin ikinci hissəsində baş tutacaq döyüşləri izləmək üçün bir time-out vermək istəyirəm. Bu musiqili time-outda qonağımız Brain Ring'in daimi dostu Tofiq Hacıyevdir. Qarşılayın.
yalan. Boş yere üzdüm özümü, şərabımı süzdüm, düzdüm, dərdləri bir çözdüm. Aman kimdən var ki güman, bir an dönəcək sandım, yalanmış hamısı yalan. Boş yere üzdüm özümü, şərabımı süzdüm, düzdüm, dərdləri bir çözdüm, hamısını çözdüm. Kölə olaram eşqinə, fərqi yoxdur mənə əslində. Verdiyim diqqət nəzri də qəbuldur, qürur yoxdur sevgimdə. Kölə olaram eşqinə, fərqi yoxdur mənə əslində. Verdiyim diqqət nəzri də qəbuldur, qürur yoxdur sevgimdə. İctimai televiziya Brain Ring'ə baxırsınız və mən əminəm ki, bugün də verilişimizdə baş sponsorumuz Narın olması böyük hadisədir. Çünki onların hədiyyələri komandalarımızı ən həvəsləndirən tərəflərdən biridir. Bilirəm ki, indi aprel ayında hamı plan qurur, yayda nə edəcəyi, hara gedəcəyi və adətən də xaricə səfərlər zamanı bircə problem çıxır. Orada Bakı ilə əlaqədə qalmaq və ya öz şəhərinlə, öz doğmalarınla rabitəni itirməmək. Bunun üçün ölkə xaricinə çıxanda qarşılaşdığımız bu problemin həlli Narda tapılır. Narın 5 GB-lıq roaming paketini aktivləşdirirsiniz. Ölkə xaricində də səyahəti sərfəli və dolu-dolu yaşayırsınız. Üstəlik WhatsApp da pulsuzdur. 5 GB isə cəmi 34 manat 90 qəpiyə. Narın sərfəli roaming təkliflərini və aktivləşdirmə üsulları haqqında ətraflı məlumatı isə Nar Plus tətbiqindən və Nar Az səhifəsindən əldə edə bilərsiniz. Xatırladıram ki, bugün müstəqil hakimimiz, baş sponsorumuz olan Narın ictimaiyyətlə əlaqələr üzrə meneceri Anar Məsimovdur. Anar, ilk dəfə belə bir mənzərəni görürəm və sözün açığı çox sevinirəm. Çünki düymələr arxasında iki xanım baş-başa gəliblər bu final döyüşlərində. Asiman və Səbinə və mən bilirəm ki, onlara xüsusi hədiyyəniz var, Narın 4G nişanı. Amma ondan öncə xatırlatmaq istəyirəm ki, hər zaman olduğu kimi baş sponsorumuz Nar bugün qalib gələcək komandaya ayın finalında qalib gələrlərsə aprel çempionu kimi hədiyyələr hazırlayıb. Nar sənə ən yaxın. Nar 4G nişanı isə indi Asimana da, Səbinəyə də ən lazım olandır. Çünki onlar fay start etdiyi halda bu nişan sayəsində masa arxasında qala bilərlər. Diqqət, vaxt. Qırmızı masada fay start. Ona görə də Şirvan komandası 4G nişanını sinəsinə taxır. Səbinə, təbrik edirəm. Siz bu oyunda fay start edə bilərsiniz. Bu halda masa arxasında qalacaqsınız. Diqqət. Məqamdır ki, başlayaq. İlk final döyüşü 5 xala qədər, hesab 0-0 bir xal oynanılır. Sizdən dəqiq cavab istəyəcəyəm. Boksçu Ron Lyle qeyd etmişdi ki, Məhəmməd Əlinin etdiklərini çox yaxşı başa düşür. Çünki öz qardaşının ölümünə də bu səbəb olub. Bu, yəni nə? Vaxt. Naxçıvan komandası? Buna Nurlan cavab verəcək. O Vyetnam müharibəsinə qarşı idi. Hətta öz medalını da çaya atmışdı və buna görə də onu dəstəkləyirdi. Tamamilə doğrudur. 1-0. Vyetnam müharibəsi həqiqətən də buna səbəb olmuşdu. Məhəmməd Əli müharibədə iştirak etmək istəmədiyi üçün hərbi xidmətə yollanmaqdan boyun qaçırmışdı. Ron Lyle'ın qardaşı Mark Lyle bu müharibədə həlak olmuşdu və qardaşını itirən Ron bildirmişdi ki, Əlinin haqlı davranışlarını yaxşı başa düşür. Növbəti sualım. Nurlan, hansı məşhur əsər Vyetnam müharibəsindən sonra
Amerika Birləşmiş Ştatları hərbi akademiyalarında dərs materialı kimi istifadə olunmağa başlamışdı. Vaxt. Bədiyyə səhv. Vyetnam müharibəsindən sonra Salaxana nömrə 5. Naxçıvan komandası. Elə Nurlana sualı vermişdiniz, istəyirik o cavab versin. Buyursun. Bu Pablo Picasso'nun Guernica əsəri düşünürük. Yox o deyil. Şirvan düşünür. Dərslik kimi istifadə olunub Vyetnam müharibəsindən sonra ABŞ-da hansı əsər? Müharibə əleyhinə olan bir şey. Vur. Buyurun. Kim cavab verəcək Mən Samir? cavab verəcəm. Zəhmət olmasa təkrarlayın mənim üçün. Hansı məşhur əsər Vyetnam müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının hərbi akademiyalarında dərs materialı kimi istifadə olunmağa başlandı? Gəlin fərz eləyək ki, Remarkın qərb cəhbəsində təbəttülat yoxdur. Müharibəyə qarşı əsərdir. Səhv eləmirəmsə o əsər ola bilər. Baxın, müharibə Asiya ölkəsi ilə olmuşdu. Və onları başa düşmək üçün Sun Tzu'nun məşhur müharibə sənəti əsəri Asiyada yaşayan adamların psixologiyasını daha yaxşı başa düşmək üçün istifadə olundu. Növbəti sual 2 xal dəyərində. Hunlar uşaqlıqdan döyüşçü kimi yetişdirilirdilər. Bir sənədli filmdə deyilir ki, onların təlimlərə bu heyvanın belində başlamaları sonradan hünərlərini döyüş meydanında daha yaxşı göstərmələrinə səbəb olurdu. Söhbət hansı heyvandan gedir? Vaxt. Şirvan komandası? Aysun Əhmədova. At. Yox. Masadan qalxır Aysun. Qalan vaxt Naxçıvanındır. Uşaq vaxtı döyüşmüşdür. Hunlar, öküz. Hun deməli. Hunlar dedi. Hunlar deməli. Hun. Məncə hun dedi. Onda canavar deyilər. Çünki hunlar özdən köydən. Yox, mifik bir şey fikirləşməyin. Daha çıxılı bir at, pony bəlkə, yəni nəsə. Yox, pony deyil. Öküz olacaq. Çünki öküzdən sonra atın birini rahat hərəkət edir. Çingiz? Zəhmət olmasa mənim üçün təkrarlaya bilərsiniz. Hunlar uşaqlıqda hansı heyvanın belində, belə deyək, hünərlərini döyüş meydanında göstərirlər? Hunlar uşaq vaxtı yəqin ki, bu at olmayacaq, daha balaca bir şey olmalıdır ki, hun burada uşağı üçün rahat hərəkət edə bilsin. Bəlkə ponidir. Hunların ponisi var idi mi? Sual yaranır. Yox. Əlbəttə ki, atın belində hünər göstərirdilər, amma müəyyən yaşat olduqdan sonra. Balaca olanda isə adətən bu hünərlərini meydanda qoyunun belində göstərirdilər. Növbəti sualın dəyərini qaldırdınız. İndi 3 xal oynanılır. Kimin Xurşid imzası ilə yazdığı şeirlərin çox cüzi hissəsi dövrümüzə qədər gəlib çatıb? Vaxt. Şirvan. Günel Günəşli deyəcək. Güneli səhv etməsin ilk saniyədir. Natavan. Bəli, Xurşudbanu Natavan 3-1 və Şirvan komandası yenidən üstünlüyünü öz xeyrinə qaytarır. Çətin döyüşdü. Çətin döyüşdü. Naxçıvan üçün xüsusilə növbəti sual. Çingiz, bu sualı elə sizə verəcəm. Versiyalardan birinə görə onu ilk dəfə qütb xalqları balina ovu zamanı ovçuların uzaqdan hədəfi görməsi üçün düzəldiblər. Onlar morj dərisindən də istifadə edirdilər. Söhbət nədən gedir? Vaxt. İstifadə edirdilər. Uzaqdan görmək üçün. Dərdən işlətməsən. Vurun məncə. Bir dəqiqə, eynəkdir bəlkə. Eynəkdir, bir də gözlər. Bir dəqiqə, eynək, yoxsa periskop ola bilər. Eşidirəm sizi. Balina ovunda yəqin ki, uzağı görmək əsas məqsədləri var. Burada, amma göndən hər halda eynək düzəldən üçün bəlkə periskop suyun altın zadını görə bilsinlər deyə ilkin olaraq. Periskop balina dərisindən. Yox, Şirvan düşünür. Yeganə Məmmədova üçün zəhmət olmasa təkrarlayın. İlk dəfə onu qütb xalqları balina ovu zamanı ovçuların uzaqdan hədəfi görməsi üçün düzəldiblər. Morj dərisindən də istifadə ediblər. Nə ola bilər bu? Bəlkə monokul. Dostlar, mən başa düşürəm ki, hunların ponisi ola bilərdi, amma qütb xalqlarının belə mürəkkəb optik alətləri ola bilərdimi? Yəni, o optik aləti olan balinanı əli ilə tutub yeyərdə. Yəni, bu daha mürəkkəb bir şey deyil. Düşünün,
Amma növbəti döyüşdə bu barədə düşünün. İndi sualın dəyərini qaldırdınız. 2 xal oynanılır və çox riskli vəziyyətdir Naxçıvan komandası üçün. Çingiz, əgər rəqibləriniz cavab versələr, onlar döyüşün qalibidirlər. Sizə bu lazımdır? Yox. Sizə hesabı bərabərləşdirmək lazımdır. Bunun üçün sual. Hiroşimaya atom bombası atıldıqdan sonra təxminən 70 min nəfərdən çox Yapon nə baş verdiyini dərk etmədən dərhal ölmüşdü. Həmin şəxslərdən təxminən 2000 nəfəri hansı ölkədən köçüb gələnlərin nəsilləri idi? Vaxt. Hansı ölkədən Yaponiyaya? Bəlkə Amerika atıqda, bəlkə... Düymə sıxıldı Naxçıvan. Aha, Nurlan cavab verməyə çalışacaq. Nurlan, deyəsən versiyanızı komanda bəyənmirdi. Çox inadlı onlara bas. Edəcəm, olsun Amerikadan gələn. Bəli, oradan 3-3. 3-3. Birinci saniyədən Nurlan deyir ki, bas düyməni mən cavab verim. Növbəti sual yenə bir xal dəyərində. Andrew Schaffer yazır ki, fransız yazıcı Honoré de Balzac öz əsərləri ilə qadın fanatlarını məst etməyi bacarmışdı. Bu dövrdə o, həmin fanatlarından 10 mindən çox məktub almışdı. Bəs bu məktubların əsas özəlliyi nə idi? Vaxt. Buyurun. Özüm cavab verəcəm. Fərz eləyək ki, Şekspirə sevgi etiraf eləyirdilər onlar. Üstəm, Balzac idi da, solu idi. Yox, yanılırsınız, masadan qalxırsınız. Naxçıvan düşünür. Balzacdan söhbət gedir. 10 mindən çox məktub gəlir. Məntiqlə hamısını oxumağa da zaman olmaz. Yəni nəsə görünən bir şey olmalı. Yox, öpüş hamısında öpüşlər. Pamadan o qədər artıq olduğu dövr deyil. Sənə verəcəm özünü zəhərə. Sizin versiya nə olacaq? Emil üçün təkrarlayardı zəhmət olmasa. Fransız yazıcı Honoré de Balzac'ın əsərləri ilə qadın fanatlarını məst etdikdən sonra aldığı 10 mindən çox məktubun əsas özəlliyi nə idi? Bəlkə düşünək ki, bu məktubların hamısını qadınlar bir növ dodaqlarının izin qoyub öpüb göndərmişdilər. Çünki Pamadan da Fransada məşhurlaşdığını düşünsək. Siz Balzac əsərləri ilə qadın fanatlarını məst etmiş, qadınlar isə sözün mənasında yazıcını məst etməyə qərar vermişlər. Onlar yazıcıya duyduqları heyranlıqlarını göndərdikləri məktublara ətir vurmaqla bildirmişlər. Heyf bu cavabı vermədiniz. Amma bu başqa şey açır ki, Emil, siz ümumiyyətlə bir məhəbbət məktubu alsaydınız, necə olmasını istərdiniz? Təsəvvür edin, sizə 10 min məhəbbət məktubu gəlib. Fərqli xanımlardan, dünyanın dörd bir tərəfindən. Emil, başa düşürəm ki, bu yəqin ki, ən belə deyək də, gözəl yuxulardan biridir. Amma yenə də məktubların ortaq özəlliyi olsaydı, nə olmasını istəyərdiniz? Ortaq özəlliyi... Bu yuxudursa, yuxudan oyanmaq istəməzdim. Yəni, qısaca belə deyim. Emil, çox təhlükəli adamsınız. Yəni, və mən bilirəm, bu hardan qaynaqlanır. Kapitanınız mənə ötən döyüşdə elə etiraflar elədi ki, mən başa düşürəm ki, sözün açığı sizin komandadan uzaq durmaq lazımdır. Ehtiyatlı adamlar, yəni çox təhlükəli adamlarsınız. Növbəti sualı 2 xal dəyərində. 28 avqust Beynəlxalq Arzu Günü kimi qeyd olunur. Bu, 1963-cü ildə baş vermiş bir hadisə ilə bağlı yaranmış qeyri-rəsmi bayramdır. Bu hadisədə hansı şəxsin bilavasitə rolu var? Vaxt. İşıq yaşılmasa da yanır. Buyurun, kim cavab verir? Yeganə Məmmədova. Eşidirəm onu. Bəlkə I Have a Dream nitqindən söhbət gedir burada. Yox, yanılırsınız. Naxçıvan düşünür. I have a dream, Martin Luther King. Okey. Və 63-də şey deyildi, Kennedy. 11-ci avqust deyil. Aysun qalxır. Avqust idi. Versiyanı dəqiqləşdirək. Gəlin, üzr O istəyirəm. ifadəni deyib, Çingiz. Mənim üçün bir daha təkrarlaya bilərsiniz. Beynəlxalq Arzu Günü 28 avqust tarixində qeyd olunur. Və bu 1963-cü ildə baş vermiş bir hadisə ilə bağlı yaranmış qeyri-rəsmi bayramdır. Bu hadisədə hansı şəxsin bilavasitə rolu var? Versiyanı dəqiqləşdirmək istəyirəm rəqiblərim. Bəlkə bu Martin Luther Kingdir. Bu doğru cavabdır. 5-3. 5-3. Naxçıvan komandası rəqiblərin səhvini doğru düzəldi. Söhbət həqiqətən də Martin Luther Kingdən gedirdi. Amma mən sualda onu yox, mən daha doğrusu onun nitqinin adını yox, mən o şəxsin adını soruşurdum. Naxçıvan komandası bu sualda dəqiq cavab verə bildi və ona görə də birinci döyüşün qalibidir.
İkinci döyüşümüzü əvvəlki döyüşdə cavabsız qalan sualla başlayıram. Versiyalardan birinə görə onu ilk dəfə qütb xalqları balina ovu zamanı ovçuların uzaqdan hədəfi görməsi üçün düzəldiblər. Və bunun üçün onlar morj dərisindən istifadə ediblər. Söhbət nədən gedə bilər? Vaxt. Buyurun Çingiz. Yəqin ki, biz çox bayaq qarışıq getdik, çox uzaq yola getdik. Uzaqdan yəqin ki, bu vurmaq üçün bunlar elə üzr istəyirəm, eynək kimi işlədirmişlər ki, gün gözlərini çıxartmasın falan, rahat uzağı görüb vura bilsinlər. Yox, elə deyil. Qalan vaxt Şirvanın. Amma deyir, ovu görmək üçün uzaqda. Xüsusi bir bayraqdır burada, yəni oldu. Çəkil gözə tapar. Gözlə əlaqəli deyil, optik bir şey deyil. Qütb xalqları, qütb xalqı dar korluğuna görə ola bilər də, yəni tema. Samir. Yeganə üçün təkrarlayın zəhmət olmasın. Yeganə sizcə bu sualda söhbət nədən gedirdi? Morj dərisindən hazırlanan qütb xalqlarının balina ovu zamanı ovçuların uzağı görməsi üçün istifadə etdiyi nə ola bilər bu? Biz düşünürük bəlkə o raqatka tipli, Y tipli bir alət. Balinanı oyla vurmaq olar, yaralamaq olar da uzaq Yaralamaq başı. olar bəni. Çingiz, Bakıda Zabitlər bağında gəzmisiniz. Gəlin bir dəfə gedək ora. Orada da düzdür, biraz kədərli bir şey eşidəcəyik, sizdə məndə. Amma misal üçün Samiri də özümüzlə götürsək, onu buraxacaqlar. Orada bir batut arena var. Və bu batut arenada mənim sizin kimi çəksi daha çox olan adamları içəri buraxmazlar. Amma misal üçün Samir rahatlıqla orada oppana bilər və oppanı bax dediyim kimi çox hündürə qalxa bilər. Morj dərisi gərilərək ovçuları 4-cü mərtəbə hündürlüyünə qaldırırdı və onlar uzaqdan sözü gedən balinanı görə bilirdilər. Növbəti sual qalxarsınız, amma orada bilirsiniz necə, orada bir dəfə hoppanıb qalxmaq problem deyil Çingiz. Problem orada düşməkdir. Çünki düşəndə sən batutu deşib yerə dəyə bilərsən. Deşməsəm də ikinci dəfə lap ucaya qalxacağam artıq. Bu halda tavan təhlükəsi yaranır. Tavanı deşmək təhlükəsi mənə elə gəlir ki, sözü gedən yer bizi ora ziyan vurmaq üçün çağırmaz. Növbəti sual. On 17-ci əsrə aid rəsm əsərində Aris Kintin edam zamanı boynunun sınması döş qəfəsinin normaldan daha qabarıq təsvir edilməsi ilə göstərilir. Söhbət hansı rəsm əsərindən gedir? Vaxt. Düymə sıxılıb Şirvan komandası. İndi ağlıma gəldi, səhv eləmirəmsə Arnolfini cütlüyünün portretində elə bir görüntü var. Xeyr, o deyil. Naxçıvan düşünür. Döş qəfəsi qabağa çatır ki, sinəsi qabağa verilmiş başqa nə? Adam edam Maratın ölümü zad var. İngilisdir bu, İngilisdir. İngilis inqilabında olan bir şeydir. İngiltərə inqilabında elə bir şey tanımıram axı. Bu vaxtda bilmirəm. Buyurun Çingiz. Təkrarlaya bilərsiniz mənim üçün? 17-ci əsrə aid rəsm əsərində Aris Kintin edam zamanı boynunun sınması döş qəfəsinin normaldan daha qabarıq təsvir edilməsi ilə göstərilib. Söhbət hansı rəsm əsərindən gedir? Açıq heç bir fikrim yoxdur. Maratın ölümü deyirəm. Yox, yox. Bu Rembrandtın Doktor Tulpun anatomiya dərsi əsəridir. Onu yada salmaq lazım idi. Sizin haqqında danışdığınız əsərlərdə isə edam səhnəsi yoxdur. Növbəti sual 3 xal dəyərində. Bəzi mənbələrdə hansı ədibimizin təxəllüsünün Nizaməddin olması barədə qeydlərə də rast gəlinir? Vaxt. Şirvan komandası. Günel Günəşli deyəcək. Buyurun. Nizami Gəncəvi. Odur. 3-0. 3-0 və yenə Şirvanın üstünlüyü. Daha bir sual. Avropada insanlar bir şəhərdən başqasına adətən qatarla, Çində isə öz avtomobili ilə gedir. Bu, elektrik avtomobillərin hansı xüsusiyyətinə təsir edib? Vaxt.
Qiymətinə təsir edir. Başqa şeydir. Bəlkə avto sürüş qabiliyyətini artırmalı. Şirvan komandası buyurun. Tünelin versiyası var, maraqlı səsləndirsin. Buyursun. Olsun ki, bunlar uzun yol qət eləyəcəklərsə, bu onların deposunda enerji daha çox olmalıdır. Yəni uzun yol gedə bilməzləri üçün. Bəli, batareyaların tutumuna təsir edib. Çünki bir Avropalıya 300 kilometr gedəcək batareya öz şəhərində sürməyə bəs edirsə, Çinli daha uzun yola da avtomobili ilə çıxdığından 500 kilometrdən uzun məsafəni qət edə biləcək batareyaya ehtiyac duyur. Növbəti sual, yenə bir xal. Naxçıvan komandası diqqətli olun, çünki bu xalı Şirvan qazanarsa hesab final döyüşlərində bərabərləşir. 16-cı əsrdə Van gölünə buraxılmış ilk Türk gəmisi kim tərəfindən hazırlanmışdı? Vaxt. 16-cı əsr 1500-1599. Xeyrəddin Barbaros, Piri Reis, Naxçıvan buyurun. Cəmi səyahətləri ilə falan hər şeylə fikirləşsək, türklər də Piri Reis tərəfindən bəlkə buraxılıb. O deyil. Şirvan düşünür. Memar Sinan düşür 16-cı əsrə. Kimsə hazırlayan usta, nə bilim, memar, nəsə belə bir şey olmazdı. Xeyrəddin Barbaros ola bilər. Yaxşı, bu. Cavabınız nədir Samir? Kimdir? Mən deyəcəm, Memar Sinan. Memar Sinan? Bəli. Və bu 5-0 deməkdir. Tamamilə doğru cavab. O bir müddət memarlıqdan başqa həm də dülgərli ilə məşğul olmuşdu və Şirvan komandası bu faktı bildiyindən hesabı bərabərləşdirə bildi. İndi final döyüşlərinin hesabı bərabər olduğundan bir həll edici sual gözlənilir. Anar, təəssüratınız Naxçıvan komandasından və Şirvan komandasına, bu komandaların oyun tərzini necə hiss edirsiniz? Yəni, hər komanda fərqlidir, amma sizin gözünüzlə baxsaq. Şirvan sanki belə özləri demiş, tam suala fikirlərini cəmləyiblər və döyüşə gəliblər də əməlli başlı, elə bir təəssürat var. Çingiz, bu bəlkə də sizə çox vacib ipucudur. Bəlkə siz də belə oynamalısınız. Amma mən Naxçıvan komandasında olmaq istəyərdim açığı. Çünki Şirvan komandasında iştirakçı kimi olsam, yəqin çox gərgin olardım. Məncə bu daha yaxşı ipucu idi bizə. Aha, aydındır. Hər halda hər iki komandaya uğurlar və gəlin görək həll edici sual kimin xeyrinə olacaq. Anar, yeri gəlmişkən bu sualları da sizinlə seçəcək. 2 sualla sizə yaxınlaşıram. Bu 2 sualdan biri oyunun müqəddəratını həll edəcək. Deyirsiniz, bu olsun. Olsun. Viktoriya dövründə səyyahlar sakit və füsunkar təbiəti ilə tanınan Weybridge-ə yollanan, əlində rəsm albomu qutuları olan cənablarla tez-tez qarşılaşırdılar. Lakin bir gün bu kamuflajdan istifadə edərək nələri gizlətmək üçün istifadə olunmuşdu. Vaxt. Bəlkə füsunkar təbiət, bəlkə xərtəçilərdir, gəlirlər oranı gizləyir. Nəysə gizlətməlidir. Yox, sakit və füsunkar vurguladaq, nəsə bir skrin məsələnin vurgulanması olur belə bir şey. Viktoriya dövründə yoxdur. Naxçıvan komandası? Aha, bəlkə bu cəsuslar falan xərtət çəkmək üçün elə eyni rəsm avadanlıqları ilə gedib oranın xərtəsinin topografiyasını götürmüşlər. Yox, elə olmamışdı. Şirvan üçün 2 saniyə qalır. Kim cavab verəcək sana? Özüm cavab verəcəm. Fərz eləyək ki, Viktoriyanın rəsmlərini gizlətmək istəyirlər onlar. Weybridge təbiətinin gözəlliyi ilə rəssamları özünə cəlb edən bir məkan idi və rəsm çəkmək məqsədi ilə bu məkana gələn cənablar albom qutularını əlində daşıyır. Bu da adi bir mənzərə idi. Sakit bir yer, gözəl füsunkar təbiət. Amma bir dəfə həmin qutularda rəsm ləvazimatları yox, başqa bir şey gətirdilər və bu da yenə sözü gedən, belə deyək, aktın iştirakçıları üçün sakit, gözdən iraq bir yer tapmaları üçün idi. Bu şəxslər ora duel üçün gəlmişlər və qutularda duel tapancaları gizlədilmişdi. Bu dueldə atəş açılmayıb, hesab 0-0. Diqqət, sual. Bayaq seçilməyən sualı verməli oluram. İkinci Dünya müharibəsindən bir qədər əvvəl nasist Almaniyası indiki Polşanın qərbində qurduğu böyük bir yeraltı istehkamda mövcud olan sabit temperatur və rütubət hesabına oktyabrdan aprel ayına qədər oranı onlar üçün ideal yaşayış məkanına çevirmişdilər. Onlar deyəndə siz deyin, onları siz deyin, vaxt.
Onlarındır. Bəlkə əsirlərdir, əsir tutduğu əsirlərdir, Bəlkə qiyamçıların əsərləri. Nərim ola bilər, nə bilim, hər hansı bir müharibədən əvvəldir. Və bu yayda istifadə olunacaq da. Qışda istifadə olunacaq. Buyurun Çingiz. Bu Nazi Almaniyasının o dövrlərdə fikirləşirəm ki, yəni sənət əsərlərini falan oğurlamaq ilə məşhurdur və sənət əsərləri adətən yəni hər hansı bir əsərlər, tarixi eksponatlar falan adətən sabit temperatur və rütubətdə qalmalıdırlar. Amma bu hadisə 2-ci Dünya müharibəsindən bir qədər əvvəl baş vermişdi. Şirvan düşünsün. Samir. Günel güneşli için zəhmət olmasa təşəkkürlər. Günel, 2-ci Dünya müharibəsindən biraz əvvəl Nasist Almaniyası indiki Polşanın qərbində qurduğu böyük bir yeraltı istehkamda mövcud olan sabit temperatur və rütubət hesabına oktyabrdan aprel ayına qədər oranı onlar üçün ideal yaşayış məkanına çevirmişdi. Onları deyin. Gəlin belə fərz eləyək ki, bu göyərçindir. Göyərçin deyil. Bu yarasalardır. Yarasalar, onlar yeraltı yaşayıraq və oradakı şərait onlar üçün çox əlverişli olmuşdu. Daha bir sual. Bu yerdə bir şey deməliyəm ki, indi diskvalifikasiya riski var. 3-cü ardıcıl sualdır ki, cavab verilməyəcək. Amma bu o demək deyil ki, indi şans oyunu keçiriləcək. Bu o deməkdir ki, aprel ayının finalında 2 vakant yer olacaq. Diqqət! Sual belədir. Efiopiya dilində qəttə bir feildir. Bu, hərfi mənada mayeni böyük qabdan kiçik qablara süzmək mənasına gəlir. Həm də başqasından kibrit almaq, alovu paylaşmaq kimi də düşünmək olar. Qəttə ilə insanların hansı pis xasiyyətini də adlandırırlar? Vaxt. Şirvan komandası. Günel güneşli. Günel səhv etməyin, son şansdır. Siqaret çəkmək. Yox, o deyil. Naxçıvan düşünür. Alovu paylaşmaq, çıqılı yerdən söyləmək, qeybət çox əladır. İnsanlar pis xasiyyət qurğunluq üçün olur. Nə? Yox, təşərrürəm, sənsin təşərrürəm, qeybət təşərrürəm. Zəhmət olmasa Nurlan üçün bir daha təkrarlayardınız. Qəşəng bir versiyası var. Efiopiya dilində qəttə feili var və bu hərfi mənada mayeni böyük qabdan kiçik qablara süzməkdir. Həm də başqasından kibrit almaq, alovu paylaşmaq kimi də düşünmək olar. Amma bu həm də insanların bir pis xisləti var, pis xasiyyəti var. Ona da ad verib qəttə nədir? Düşünək ki, burada filtr dediniz. Bu adətən qeybət edən söz Üz üstəyəm sualımı dəqiqləşdirin. Mən qəttə nədir soruşmadım. Mən qəttə ilə insanların hansı pis xasiyyətini adlandırırlar, onu soruşdum. Filtrdən keçirmək dedinizsə, yəqin ki, söz gəzdirən insanlara, yəni bir insandan nəsə eşidib, o birisinə çatdıranlar, yəni qeybət də belə... Tamamilə doğru cavab! Naxçıvan komandası qeybət barədə bu sualı doğru tutdu. Və gördüyünüz kimi növbəti həftə onlar da aprel ayının finalında mübarizə aparmaq üçün yarışacaqlar. Beləliklə Naxçıvan Norm Sement komandasına və Nara rəqib oldu. Aprel ayının finalında görəsən nələr yaşanacaq. Bütün bunlar üçün diqqətiniz Brandingdə olsun. Görüşmək ümidi ilə salamat qalın. Və bir də əlbəttə böyük təşəkkürümü bugün də mənimlə olan müstəqil hakimimiz Anar Mərmət çatdırıram. Bir həftədən sonra görüşmək ümidi ilə. Düşəndə yadıma sənli günlərim, sinəmdə həsrətdən ocaq qalanır, başlanır dumanlı çənli günlərim, ömrümə qəmli bir ömür calanır. Xəyalın dolanır başımda mənim, səni harda gəzim, harda arayım, bu sevib sevilə
yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım xəyalım dolanır başımda mənim səni harda gəzim harda arayım bu sevib sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım Getdin gözlərində qəmli baxışlar Mənimlə danışıb gülməyəcəksən Bəlkə gələcəksən yağan yağışlar Bəlkə də heç zaman gəlməyəcəksən Xəyalım dolanır başımda mənim səni harda gəzim harda arayım bu sevib sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım xəyalım dolanır başında mənim səni harda gəzim harda arayım bu sevib sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım Xəyalım dolanır başımda mənim səni harda gəzim harda arayım bu sevib sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım xəyalım dolanır başımda mənim səni harda gəzim harda arayım bu sevib sevilən